Əgər sizə desələr ki, daxil olmuş ədədin sadə olmamalığını yoxlayan proqramı yazın, bunun Python üzərində necə yazarıq onu sizə göstərəcəm. İlk öncə bizim n bərabərdir int input kod parçası ilə biz istifadəçinin ədədimizi almalı olacağıq. Mən yenə də deyirəm, özüm n deyirəm, siz isə başqa bir dəyişən deyə bilərsiniz. Burada yazıram, ədədi daxil edin. Ədədi daxil edin bu şəkildə. Və növbəti atdığımız hər hansı bir k dəyişəninə 0 təyin edirəm. Bu k dəyişəni bizə bir növ sayğac kimi istifadə olunacaq. Sonra nə edirəm? For dövrünə girəcəm. For dövrünə niyə girdim? Sonradan sizə izah edəcəm. For in, deməli range deyəcəm. Range'in şərtləri olaraq nə deyəcəm? İlk öncə 1-dən başlasın və daxil elədiyimiz n'in 2-yə tam bölünməsinə qədər dövrümüz davam edəcək. Bu nəyə görə belə olur? Çünki, baxın, sadə ədəd bir özünə, bir də bir dəyişəninə bölünəndə alınan qalıq 0-a bərabərdir. Əgər ki, daxil edilən ədəd 1-dən və özündən başqa hər hansı bir ədədə bölünürsə, demək ki, bu ədəd sadə olmur. Bu ədəd mürəkkəb ədəd olur. Biz də bunu yoxlamaq məqsədi ilə biz bura 1-dən n 2-yə bölünəndə alınan natamam qismətə qədər for dövrünü işlədəcəyik. Sonra şərtimizdə nə yazırıq? For dövrünün işləyəcəyi algoritmdə yazırıq. Əgər if else girəcəyik burada, if şərtini veririk. If şərtində nə yazırıq? If deməli n'in deməli n faiz i. Nəyə görə? Çünki biz yenə də deyirəm, burada bizim məqsədimiz sadə ədəd olub olmadığını yoxlamaqdır. Əgər n faiz i 0-a bərabərdir, bu nə deməkdir? Yəni ki, i hər dəfə 1-dən n bölünsün 2 alınan natamam qismətə qədər ədədləri almış olur. Əgər deməli bizim n ədədimiz 1-dən və özündən başqa hər hansı bir ədədə bölünsə, demək ki, bu ədəd mürəkkəb ədəddir. Biz bunu təyin etmək istəyirik. Demək, bu arada bunun 2 nöqtəsini qoyub enter vurmalı idim. N faizi 0-a bərabər olduğu müddətcə k bərabərdir, k plus 1 edəcək. Və bizə də bu k-nın 1-dən fərqli olmağı lazımdır ki, neynəsin? Bizim ədədimizin mürəkkəb olduğunu sübut eləsin. Sonra dövrdən çıxmaq şərti ilə yazıram burada. Yenə if else verəcəm burada. If əgər k-mız 1-dən böyük olarsa, demək ki, bizim bu daxil etdiyimiz ədəd mürəkkəb ədəd. Ona görə də printə yazıram, deməli, mürəkkəb ədəd. Mürəkkəb ədəd. Və əgər k 1-dən böyük olmasa, else şərtinə girəcək və print eləyəcək nəyi? Sadə ədədi. Sadə ədəd. Bu arada bunu da dırnaq içərisində yazmalı idik və dırnağımızı düzəldik. Gəlin işlədək, baxaq görək proqramımız düz işləyir, yoxsa yox. Terminalımız açılsın və mən daxil edirəm, məsələn, 7 rəqəmini. Gördüyünüz kimi sadə ədədi çap elədi və indi mürəkkəb ədədi daxil eləyək, yenidən işlədək, ədədi daxil eləyək. Məsəl üçün 9 daxil eləyirəm, gördüyünüz kimi mürəkkəb ədəd olaraq